Toyuq filesini heç belə dadlı bişirmisiniz? Yumşaq, sulu və üzəri bol ərimiş pendirli. Bu reseptdən sonra toyuğun quru alınması mümkün deyil. İlk növbədə toyuq filesini orta qalınlıqda ortadan kəsirik. Onu dadlandırmaq üçün xüsusi ədviyyatlardan istifadə edirik. Məndə bu duz, istiot və xmeli suneli ədviyyatıdır. Siz toyuq üçün olan xüsusi ədviyyatlardan da istifadə edə bilərsiniz. Və bu şəkildə ən azı 15 dəqiqə saxlayırıq ki, ədviyyatlar toyuğun canına çəksin. O vaxta kimi pomidorları xırda-xırda doğrayırıq. Pomidor sousa həm gözəl rəng, həm də xoş bir turş məzəlik qatacaq. Hər kəsdiyiniz toyuq filesini hər iki tərəfli una bulayırıq. Bu şəkildə edəndə toyuğun suyu içində qalır və sousu daha da qatı alınır. Tavada duru yağı qızdırıb ən yüksək atəşdə toyuq filesini hər iki tərəfli qızardırıq. Bizə lazımdır ki, filenin üzəri qızarsın, içi bişməsə də olar, çünki onsuz da toyuq filesini daha sonra sousun içində tam olaraq bişirəcəyik. Toyuğu tavadan götürüb hələ ki qoyuruq bir kənara və həmən bu yağda pomidorları yumşalana qədər bişiririk. Üzərinə yağlı xama və yaxud da qaymaq, biraz da qaynamış su əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Sonda da biraz duz və istiot vururuq və sousun qaynamasını gözləyirik. Sous qaynayan kimi tavaya fileləri düzürük və ən aşağı odda qapağı örtülü halda 15 dəqiqə bişiririk. Və son olaraq üzərinə sürtkəcdən keçirilmiş bərk pendir səpirik və qapağı örtülü halda 2-3 dəqiqə bişiririk ki, pendir ərisin. Bu arada dostlar, əgər resept xoşunuza gəldisə, videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Şərhlərdə yazın, siz toyuğu sousla sevirsiniz, yoxsa quru qızardılmış halda. Hər birinizin rəyini oxuyacağam. Və budur dostlar, nəticə möhtəşəmdir. Yanında zərif kartof püresi ilə servis edin. Bu sousun dadı damağınızdan getməyəcək. Mütləq yoxlayın və fikirlərinizi bölüşməyi unutmayın. Gələn dadlı videolarda görüşənədək inşallah. Hələlik.